Salam mənim əzizlərim, belə bir açılım eləyir. Günün sevgi mesajı. Keçmiş, indi və gələcək deyə 3 kartdan açacağım. Geçmiş, indi və gələcək. Bu kart geçmişdə özünü yetərsiz hiss etmə, niyə mənim üçün belə oldu, niyə mən belə oldum düşüncələri yaşadığınızı göstərir. İçində özünü günahlandırmaq, unudulmuş, dəyərini az görmüş kimi hiss etmək enerjisi olur. Amma çox aydın göstərir ki, bu kart sən sevgiyə layiq olmaq üçün kimsə təsdiqinə ehtiyac duymamalısan. Heç duymursan da, keçmişdə yaşananlar səni biraz daha çox sarsıb. İndiyə baxdıqda isə hazırda ürəyində çox güclü bağlılıq enerjisi var. Fiziki uzaqlıq ola bilər, küskünlük olar, aradakı soyuqluq olsa belə, ruhən həmin adamla yəni bağlılığın qopmayıb. Və bu kart sənə bildirir ki, sən tək deyilsən, içində darıxdığın, düşündüyün biri varsa, onun da səni eynən düşündüyünü unutma və yalnız fiziki yaxınlıq deyil, ruhən də, mental da, telepatik olaraq da bir-birinizi düşünürsünüz. Gələcəyə baxdıqda isə çox gözəl kartdır. Yəni burada göstərir ki, ümid var, özünə inan var, yenidən barışmaq var, yəni yenidən birləşmə var. Bu kart göstərir ki, bir müddət sonra öz dəyərini daha güclü hiss edəcəksən. Çünki qarşı tərəfdə sənə dəyərini hiss etdirəcək. Sevgi həyatında daha işıqlı, daha sakit bir mərhələ görünür və özünü itirmiş kimi hiss etdiyin dövr artıq bitib, yavaş-yavaş yenidən öz işığını tapırsan. Yəni yenidən çiçəklənmə dövrü sizin üçün başlayır. Bu qədər mənim əzizlərim, bəyənməyi və paylaşmağı unutmayın.